Sabiq deputat Fəzail Ağamalının ölümündən sonra bir sıra çıxışları yenidən gündəm olub. Bu baxımdan onun Qlobal İnfoza 12 may 2025-ci il tarixli müsahibəsi də diqqət çəkir. Fəzail Ağamalı həmin müsahibədə sabiq prezident, Xalq Hərəkatının lideri Əbülfəz bəyin 1975-ci ildə həbsdən azad edilməsində Ulu Öndər Heydər Əliyevin rolu haqqında danışıb. Stat: Elçibəyin məhkəməsində dövlət ittihamçısı olan Yəmən Yusifovla şəxsi təşəbbüsümlə baş tutan görüşdə bu məsələni ətraflı müzakirə etdik. Elçibəyin istintaqı və məhkəməsi ilə bağlı Heydər Əliyevin verdiyi tapşırıqlarla əlaqədar olaraq dövlət ittihamçısından dəqiq məlumatlar aldım. Fəzail Ağamalı bildirib ki, həmin dövrdə Əbülfəz Elçibəy Bakı Dövlət Universitetində dərs deyərkən milli azadlıq ideyalarını auditoriyada açıq şəkildə təbliğ edirdi. 1968-ci ilin payızından etibarən bizə Asiya və Afrika ölkələrinin yeni tarixi fənnindən dərs keçməyə başlayanda paralel olaraq Azərbaycan tarixi, ölkənin parçalanması, tarixi həqiqətlər barədə də danışırdı. Qısa müddətdə Elçibəy sevilən və hörmət edilən müəllimə çevrildi. Tədricən onun ideyalarının daşıyıcıları da meydana gəldi və onlardan biri də mən oldum. Mən, eləcə də qrup yoldaşlarım Heydər Mirzəyev və Hümbət Mehdiyevlə birlikdə Elçibəyin mühüm rol oynadığı, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə aparan dərnəyin üzvü idik. Elçibəy açıq şəkildə Rus şovinizminə qarşı danışır, Azərbaycan dilinin sıxışdırılması ilə bağlı kəskin fikirlər bildirirdi. Bu çıxışlar geniş təsir doğururdu deyə Ağamalı bildirib. Onun sözlərinə görə qısa müddət sonra Dövlət Təhlükəsizlik Komitəsinin agentura şəbəkəsi bu fəaliyyətdən xəbərdar olub. Elçibəy, onun ətrafı və tələbələr Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən izlənilir, fəaliyyətləri sənədləşdirilirdi. Qeyd edək ki, Əbülfəz Elçibəy 1975-ci ildə həbs edildikdən sonra Fəzail Ağamalıdan onun əleyhinə ifadə almağa çalışıblar. Müsahibəni tam şəkildə şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.